Allah var, yaxşılıqdır gözümdə. O var olub hər bir kəsin özündə. Gəz Allahı sən yaxşılıq sözündə. Kasıbların pənahıdır yaxşılıq. Allahların Allahıdır yaxşılıq. Yaxşı olma yaxşılıqdan ötəri. Yaxşılıq et, qoy olmasın xəbəri. Əfk dünyada birə mindir səməri. Qızıl toxum dənəsidir yaxşılıq. Kimə versən dönəsidir yaxşılıq. Yaxşılığa qoyulmayıb tərəzi. Yaxşılığın yox dünyada əvəzi. Yaxşılıq et, sil könlündən qərəzi. Misqalla ölçülməyib yaxşılıq. Pisliklə pişilməyib yaxşılıq. Ay acı dil, bir şirin qoy dilinə. Əl uzattım, ver əlini əlimə. Bir kömək ol vətəninə, elinə. Əl atmaq yox, əl tutmaqdır yaxşılıq. Öz-özünü unutmaqdır yaxşılıq. Ömrünü vətənə calayan şəhid, ömrünə cənnətdə ilmə toxunur. Bugün olmadığım fani dünyada adına hədiyyə, Qur'an oxunur. Bilirəm, cənnətin ən gözəl yerin Tanrı layiq bilir şəhid olana. Torpaq şəhidini bağrına basır, olur evladına əbədi ana. Çörəklərin qəmli nəğməsi, qəmli nəğmələrin son nidasısan. Ürəyi dərdinə qərq olanların dilinin əzbəri, tək duasısan. Səni unutturmaz qərinələrdə laylası əbədi oxunan şəhid. Bir məzar daşında gülüşü donan, baxışı ürəyə toxunan şəhid. Allah rəhmət eləsin. Gözəl. Şəhərlərinə seyirə gedirsən. Allah rəhmət eləsin. Allah hamısını 25 lira. Birbirimizin qəbridir bu da, Rasiya birbirimizin. Allah rəhmət eləsin hamısını. Allah 25 lira. Ahı yoktu qabaqda. Sıra bu başlıyor oradan alar mı? Hərəsiz gəlir. Değerləri gəlir. Libasda gəlir. Onun da biraz yaxındır. Hoca Arvat yoxda alacımdan konuşur. Şakir vardı. Onlar Qasımova gedir da. Paşayev oldu. Şakir Qasımov gedir. Evet. Onlar Paşayev oldu. Ben gördüm kim kızıdır? Kralı kızı. Basma kralıdır. Neçədə? 1980. Bulu kilinəməsi diyor ki. Gələn bakın o pişirəşin gör kimdir. Şeydarların anası. Umayın. Onun yoldaşı Cəfər baba. Cəfər babam deyil, Rafayəndə. Vay başına, bacısına. Onun bacısı da balına mənlə. Bekarlığında evine yaşarız. Ya diye buradan bak yarın aklı gelip öyle görürsen. O suyu bakar. Size kabri geldi olur. Gördüm. Orada qəbir də var. İnsan suyu da var. Kabri yeri olur. İyi, qəbir çök. Diye burada da Başka taşlar. aralı dur. Ha görmüyorsan şey değil o.
Alı ki. Vay dede ne pis çökü be bu. Allah rahmet eylesin. Vay dede Allah rahmet eylesin aşağı yani. Güzel arı. Allah. Niye böyle olur ya? Üstünü yaxşı götürmüyor da. Vaxtında betonda. Ne bileyim. Vay dede. Qaloq qoydular armatura verdilər beton içine. Bunların riyadında zaman oturuyor. Değil. Servada var be. Neye söyle falan. Çiçekliğin. Ver çek. Bu nedir? Sarı böyle. Emraslan. Sarı. Emraslan oğlu. Sarı Emraslan oğlu. Sarı. Ne? Sarı Emraslan oğlu. Odur. Sarının qəbri. Bəli, yazılır. Ha, elə əlini görsən qismətə. Allah qəri rəhmət eləsin. Allah rəhmət eylesin. Əlini qaynatın. Sonra başına kuyrukdan qoyaq, açma. Kardeş, Onu birinci gətir. bak bu insanların bu seyde olan hürmeti. Allah Seyit Sarı'ya gəni rəhmət eylesin. Amin. Allah rəhmət eylesin. Bak gördünüz size dedim mi o Seyit'in gücü bize kömək eləyir yola qaldırmağa. Gördünüz o gücü. Lafatka gələndə hələ onun qabağını bir torpağını doldur. Hə, torpaqla doldur. Arkadaşmaz ki. Gələ daş qoy. O yazılı daşım olur, o bizim qəbrim. Ha, yazılı daşlara qətiyyət. Bu var ya, əli başını dönüm deyə ha. Bir geçəni birini gətir qoy. Birini dalına, birini qabağına. Bu nədir burası ölçənin? Bir yazılı yok ki. Yazılı olan daşları həmin yerində. Buranın baş daşı da buradadır. Bu qırıq daşlardan. Bəsdir. Arşaya Gəlmədi bu eləsin. Biraz Dikkat görün. Kimin oğlu? Sarı Emraslanoğlu. Seyit Sarı. 6 milyon çal var. Allah gəni rəhmət eləsin. Elə yoldaşların köməkliyi biz da Seyidin özünün gücü ilə temizlənərim onu da. Halbuki daşı kan qaldırır. Allah Allah gəni rəhmət eylesin. Allah canını sağ etsin. Buradadır. Əli bir dəqiqə onu düzəldir. Haqqıdır. Sən ino itəliyim, bəri gəldin yavaş-yavaş. Daş çəkin daş. Arkaya açmasın. Arkaya açmasın. Bak yine açmaz. Ala zikrillahi ve zerul ve yazalikum harun lakum in kuntum ta'lamun. Bir tane de Fatih verək. Bismillahirrahmanirrahim. Allahümme salli ve Muhammed. Fatihə. Allah şəhidlərimizə, seyidlərimizə, qəbirstanlıq əhlinə hamısına rəhmət eləsin. Allah rəhmət eləsin. Bu Fatihəm, mənim bu Fatihəm çox güclü Fatihəm. Çünki o mənim içimdən gəldi. Allah hamısına rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah bütün əziyyət çəkənlərin əziyyətində halallığın versin. Amin. Allah bütün elimizdən, obamızdan, dünyasını dəyişənlərin, istər Noruzlu qəbristandan, istər kənarda yatanların Allah hamısına rəhmət eləsin. Amin. Amin. Allah rəhmət eylesin. Allah sizin də qolunuzu qüvvəli eləsin qardaş. Amin. Sağ olun Ali. Halal xoş olsun. Sağ olun. Yəni bax, o deyirə güc birlikdədir. Bax. Allah'tan arzumuz budur ki kardeşler gecinden uzun ömür versin ama Allah Hamımıza her birimize evlatlarımızın çiğninde bakın orada qəbirstanlığa Amin. Amin. Allah'ım size gönül rahmet eylesin. Yerleri cennet eylesin inşallah.
Güzel Novruzumuz. Allah qismət eləsin, gəlib burada yaşa. Onda əziyyət çəkir. Belə yaradanların Allah canı sağ eləsin ki, bax, plakatla yapışdırırlar. Şəhidlərimizin belə abidəsini vururlar, bura şəkillərini, lövhəsini. Sağ ol Əli, sağ ol sən. Allah burada nə qədər yatanlar var, uyuyanlar var, hamısına rəhmət eləsin. Nə qədər də burada əziyyət çəkən qardaşlarımız olub, hamısının canı sağ eləsin. Amin. Əlləri, qolları var olsun ki, bax, belə gözəl işlər burada yaradıqlar, görürəm. Sağ ol Əli kişi, sağ ol. Bizim Gözəl Novruzlu kəndinin başlanğıcı. Hə, Əkrəm də çox sağ olsun ki, bizi Sağ elə ol, sağ ol. təqdim edir. hə, əlbəttə sağ olsun, Allah canı sağ eləsin. Bəli, sağ Sağ ol ol. Əkrəm qardaş, çox sağ ol. Sağ ol. Hayıf görürüm kendimiz. Havası, suyu. Gedək çay. Allah sizin hamıza rəhmət eləsin. Qocalı, cavanlı, hamısı şəhiddir. Allah hamısına rəhmət eləsin. Allah yerlərini beyiş eləsin. Zabil, Allah sizin də canınızı sağ eləsin ki, bax, bu işləri burada qurub yaratmışsınız. Allah ölənlərinə də rəhmət eləsin. Can qardaş. Hamısı burada, Allah hamısına rəhmət eləsin. Bax o yuxarıdakı siyahı 41-45-ci illərdə gedib qayıtmayanların siyahısıdır. Allah onlara da rəhmət Ha. eləsin. Allah onların da ruhsat eləsin. Hər harda, əgər nə bilim, cəsədləri qalıb, aidiyyəti yoxdur, fərqi yoxdur. Allah yerlərini dəyişdirir. Allahdan sonra eləsin. Allah rəhmət Elə hamısı. Hamısı, Allah hamısına rəhmət eləsin. Allah hamısına rəhmət eləsin. Başın oğluydu Atoy'un Allah hoşbakt versin kaka. Sağ ol, sağ ol, sağ ol, sağ ol abi. Sağ ol qadınım. Allah köməyin olsun. Subaylarınıza qismət. Allah hoşbakt versin. Sağ ol. Deməli, bizə səndən başqa yeyə duran yoxdur, xəbərim var. Salam əvəz, salam əleykum. Atalığına dersen. Sağ olun, artıq qayıtmışam həyata, şükür. Çox. Allah'a şükür. Sen orada kulaksılar yoksa yok. Dinən balanı gördüm, maşallah, maşallah. Çox qanacaqlı, mərifətli uşaq. Sağ ol Aygül. Qardaş. Allah canını sağ eləsin. Allah vallahi hoşbakt. Mən yenə gəlmişəm. Oy, ay yerdə ne var? Hadi sağ ol, sağ ol. Yerdə tersen. Təşəkkür eləyirəm. Çox sağ ol. Görsen ben evim uşakları gördün ne vardı? Ben de damlıyorsam. Gördüm qardaş, gördüm. Baxdım. Ha, qulaq gör nə deyirəm. Lazım nətərsən, ay vilayətim. Əli. Əzim derim, açtı bu. Əzim derim, Allah rəhmət eylesin. Ölənlərinə rəhmət. Əli. Ölənlərinə rəhmət. Salam. Salam evdə. Ali, salam. Ne var? Ne var? Sağ ol qadanam, çox sağ ol. Rəhmət eylesin. Sizinkilərlə bahəm, Allah canını sağ eləsin. Allah bacın oğluna hoşbakt versin. Çox sağ ol, subayların hamısına qismət, sizinkilərə də qismət, qadan alaram. Bax bu da Zabil Paşanın qaz peçi. Qəşəng. Harda istəsən gətirir, qəşəng çayla təmin eləyir. Allah canınızı sağ eləsin. Şəhidlərimizin eysan olsun. Amin inşallah. Bax, gəlirsiniz, əziyyət çəksiniz. Əziyyət çəkənlərin də Allah canı sağ eləsin. Bizə dəstək olanların da canı sağ eləsin. Elimizə, obamıza. Gün o gün olsun ki, bax, bu torpaqda yerləşək. Bu torpaq mənə lazımdır. Mən istəyirəm ki, Amin, inşallah. bunun harasında olsun, bizə desinlər ki, bax, bu Kuma səninkidir. Gəl yığış bura. İnşallah elədir. Hə, gələk biz də yığışaq, qəşək. Bu mehribançılıq büyün bizdə varsa sonra da olacaq. İnşallah. Allah tək elimiz obamıza həmişə şad xəbərlər qismət eləsin. Gözəl günlər qarşıdadır. Biraz möhkəm olun. Sənin özümən bura gələndə adam gümrahlaşır. Mən qayıdıram Pramoy 30-a. 30 hələ də. Allah ömür versin Hafız müəllimə. Kəndimiz üçün çox yararlı işlər görüb. Allah kömək olsun. Sağ olsun, var olsun. Hafız müəllimin Allah ölənlərinə rəhmət eləsin. Onsuz da o ailə elə xeyirxah ailədir. Biz bura tez-tez gəlib gedirik. Hafız müəllimin bax bu texnika ilə bizə köməyi onun hamısından üstündür. Allah ölənlərinə rəhmət eləsin, Allah canını sağ eləsin. Daha da yüksəklərdən gəlsin Hafız müəllimin səsi inşallah. Amin, amin. Fəxrimizdir. Hafız müəllimə salamlar olsun. Hafız müəllimə salamlar olsun. Hafız müəllim, Allah canını sağ eləsin. Məni bəlkə də tanımırsın. Mən sizi bir-ikirasına tanıyıram. Bəli. Allah sana rəhmət eləsin, sənin də canını sağ eləsin.
canı sağ eləsin Hafiz müəllimin. Traktorumuzda biri gəlib, biri də yoldadır. Allah Hafiz müəllimin ölənlərinə rəhmət eləsin. Bəli, bugün bizə çox böyük köməkliyi dəyir. Allah Səlim müəllimə rəhmət eləsin. Allah köçəri kişiyə rəhmət eləsin. Allah o ocaqdan köçənlərin hamısına gələn rəhmət eləsin. Hafiz müəllim bu kəndin fəxridir. Hafiz müəllim bizim dayağımızdır, arxamızdır, gücümüzdür. Öpürəm onu, salamlayıram onu. Allah həmişə var eləsin. Allah ömür versin. Ha, eşdirin. Bak buna bak. Dakikası değil mi? Sen ona bak. Kanalın içinden oradan. Kanalın içinden çıkartıp getirdi. Rahmetli onu oradan çıkartıp getirdi. Güzel değil, kırık kırık. Doğradım ettim diye buraya Allah koysa, Allah koysa. Ben bunu bir əziyyət çəksin. Buradan götürmüş soğuba buralarda oldu. Bastırıp, nefti çekip, ondan sonra da İndi yok ya, indi hazırlamışam. Kaşa üzümler var, bu boyda üzümler de var. Pammenli poli. Neden tehlikeli değil? Arada min polyalara girmişsən. Ne? O günü yığmışıq onu zadını. Ha, kuş yemişi de var. Kimin öyle? Kimin öyle? Ne bu tavan oldu? Ha, Rəhmanlı. Paçalı var ha. Paçalının birini almış. Dengilme. Her kişi getirirsən. Bura qıraq olur. Ve burada qədir olur. Bunun hamısı getməlidir. Vasat qaçılmalıdır, kum daşınmalıdır, qaradaş daşınmalıdır. Deməklə də öyle bir saatlik, 2 saatlik. Xeyr, 2 saatlik iş yoxdur burada. Burada çox. Bizdə hər şeyə nəzarət eləməli. Ya Allah, burada boş yerdir, traktor girsin. Boş yol, traktor girsin. Maşınlarla daş var. Hamısını Qaradaş. temizleyip. O aşağıda gördüğümüz böyük beton kimi daşlar, kaltaşlar. Hamısını sahədə var. Yoldaşlar, bir məlumat da verir ki, hal-hazırda traktor işləyən yerdə heç bir qəbir zad olmuyor. Bu
Taksim qəbristanlığının elə bir ki boş sahəsinə gətirib götürüb bu məktullər. Biz də bunu hal-hazırda buranı setkarıyırıq deyil. O məktulləri qəbristanlığın zonasından qırağa çıxardırıq biz. Çünki sonra setkarından sonra o çox böyük bir problemlər yaradır. Yəni bura özünüz də görürsünüz, hamısı boş sahə olur. Burada heç bir qəbir, zat olmuyor, konkret. Yəni burada biz hamımız yoldaşlar hamısı yoxlayırlar, müayinə eləmişik. Konkret ki, burada heç bir əvvəldən də qəbir olmuyor. Boş sahə olur. Allah ölənlərin hamısına rəhmət eləsin, qalanlarımıza can sağlığı. Yoldaşlar, o biri texnikamız da gəlir, hal-hazırda bir daimanın üstündədir. Əklə biraz yaxınlaşdı daimanı, dedi. Asfaltından gəlir. O daimanın üstündə Hafız müəllimi yolladığı ikinci texnikamızı S gəlir. Allah Hafız müəllimin canını sağ eləsin. Amin. Onun sayəsində bizim bu kəndimiz abadlaşır. Bunu mən şəxsən öz adımdan, birliyimiz adından o kişiyə, o müəllimə öz təşəkkürümü bildirirəm. Allah razı olsun. Texnikamızda görürüz. Bax, daimanın üstündə. Bu texnika işləyir, o texnika da gəlib, biz gedirik onu qarşılamağa. Allah ölənlərinə rəhmət eləsin. Sən də o işlə məşğul ol, biz gəlirik. Getdik. Yaxşı. Yenə də Allah Hafız müəllimin canı sağ eləsin. İkinci texnikamızı göndəribdir. Gəlir. Burada müəyyən bərpa işlər aparacaq. Zabir Paşa da qarşılayır. Əsas məsələ buradır. Yəni bunu ora çıxartmaq olmaz. Eşq olsun. Onu gəlsin. O gəlsin çevir. Onun namusu düzələcək daha falan. Sen onun namusu görünətə düzəldəcək. Ermənin yüzünə gəlmir. Yox ki, gələcək bizə. Qardaş, qoy gəlsin. Hafız müəllimi ölənlərinə rəhmət eləsin. Demək bizim birliyin ümumi işindən 2 qatını o bizə kömək edir. Allah onun ölənlərinə rəhmət eləsin. Çox böyük kömək. Həqiqətən. Allah ürəyi kəndilə deyilən olan Quran olanlar Allah sana sağ eləsin. Hər ki böyük işlər gördük, onun sayəsində. Bu texnikanı dışarıdan alabilir. Bir elə o kənddən işləridir. Bir elə bizə bundan sonra sayəsində. Allah ölənlərinə rəhmət eləsin. Allah canını sağ eləsin. Səsləri ucadan gəlsin inşallah. Sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin, şükür bugünkü günümüzə. Bundan gözəl nə ola bilər? Novruzda texnikanı gətiriblər, iş gedir, yolumuz düzəlir. Allah Hafız müəllimə də can sağlığı versin. Həqiqətən Hafız müəllim bir ziyalı kimi, bir iş adamı kimi, bir rəhbər vəzifəli adam kimi həmişə elmin obasının yanındadır. Həmişə elmin obasının dar gündə köməyinə çatan insan olubdur. Biz Novruzlu bir adından, elimiz obamız adından Hafız müəllimə çox sağ ol deyib təşəkkür edirik. Böyle
şükür bugünkü günə ki, biz öz elimizdə, obamızda qayıdıb işlərimizi görürük. Bax, bu Noruzlu kəndinə gedən yolun Qarqar üzərində olan körpüdür. Bu körpü 87-ci ilin sonlarına qədər bizim cəmaatımız həqiqətən də bu çay üzərində keçəndə çox əziyyət çəkirdi. Demək olar ki, sel gələndə artıq biz yolumuzu dəyişib ya mərzildən, ya saybaldan istifadə edirdik. 89-cu illərin sonunda Noruzlu kəndinin oğlu olan hörmətli akademikimiz Rafiq Əliyevin təşəbbüsü ilə və onun rəhbəri ilə Noruzlu kəndinə Qarqar üzərində körpü salınıb. Və həmin körpüdən də erməni işğalçıları, erməni vandalizləri Noruzlu kəndini işğal edəndə bizim cəmaatın bu körpüdən keçməyi çox onlara böyük köməklik oldu. Allah elimizin, obamızın bütün ziyalılarını qorusun. Allah Cahangir müəllimə də can sağlığı versin, Rafiq müəllimə də can sağlığı versin. Elimizin, obamızın ziyalıları bizim elimiz, obamız üçün həmişə böyük işlər görür. Allah onlara ömür versin ki, kəndimiz, elimiz, obamız yerində olanda da o işlərini davam elətdirsinlər. Amin. Davud müəllim, sel həmişə buraya gəlir. Bəli, burada sel gəlirdi. Körpüsüz günlərimizdə çox çətinlik var idi və bunu da nəzərə alaraq yenə deyirəm. Hörmətli akademikimiz Rafiq Əliyev yeri obası üçün bax bu körpünün tikilməsində böyük rolu var, böyük əməyi var. Allah hər birinə can sağlığı versin. Yerimiz, obamızı var eləsin və xalqımız da, cəmaatımız da həmişə bunu nəzərə alır. Həmişə də bunu bilir ki, bəli, kimin nə əməyi var kəndi, yerimiz, obamız üçün. Və o gözəl insanların, o ziyalıların da yolunu biz bugün davam etdirərək elimizdə, obamızda, elimizin yolunu düzəltdiririk. Körpünün qarşısını düzəltdiririk, bax, texnika işləyir. Bu texnikanı da yenə bizim gözəl ziyalımız Ağdam Su Melorasiya İdarəsinin rəisi Hafiz müəllim Əzimov qardaşımız bizim, elimizin, obamızın gözəl oğlu ziyalımız, bəli, bugün də o yolun çəkilməsində bizə köməklik edir, texnikasını verir. Onun əsası da gözəl insan, məktəbimizin direktoru Səlim müəllim Əzimov, Respublikan Əməkdar müəllimi. O da həmişə xalqının, elinin, obasının yanında olan bir insan olur. Allah Səlim müəllimə də rəhmət eləsin və Hafız müəllimə can sağlığı versin ki, bugün elinin, obasının yanındadır. Evet. Gördüğümüz bu körpü bizim Noruzlu kəndinə gedən yoldur. Şirkət də gəlib. Bax bu yolumuzun aşağısını qazıb, bax bu günə qoyub qardaşlar. Biz çalışırıq, yolumuzu bərpa eləyək. Bax gəlib şirkət işçiləri, bax bizim bu yolu bax bu günə qoyurlar. Qazıb eləyib. Bax bu da qardaşım Əlidir, Əliyev Əli, Noruzlu sakini. Neçə vaxtlarda burada yox idi, gələ bilmirdi. Sırağa üçün gəlibdi Mingəçevirə. Mingəçevirdən də bu günlərim gəlib kəndimizə. Həm ziyarətə, həm də işləməyə, iş görməyə, bərpa işlərinə məşğul olmağa. Qadasını aldım, tank deyil, tank. Allah sana ömür versin, ha qardaş, Allah sənə əski eləməsin. Qollarına qüvvət. Hoppa. Ay maşallah. Yorulmuyorsan. Kollarına kuvvet. Sağ ol. Allah əziyyətin içindesin. Sen de koluna kuvvet. Sağ ol. Allah bütün burada dünyasını dəyişmişlərini, burada yatanlara rəhmət eləsin. Amin, amin. Kim nə əziyyət çəkir, halal xoşları olsun. Amin inşallah. İstəyərdim ki, canınızda sağlamlıq olan, əli iş tutan, ayaq iş tutanlar gəlib burada bax belə. İnşallah gələrlər yəni, vaxt ona gələcək.
Çünki Laf burada vardı, mən də böyle hətrə çəkildim bura gəlməyə, işləməyə. bilirəm, onu qeyd elədim başlıqda. Gəlmişəm, işləyirəm. Başlıqda qeyd elədim ki, sən indi burada yox idin da, sən uzaqdaydın. Gəldiyin 2 gün deyil, otura bilməmsən evində, gəlmişsən bura. Sağ ol Ali. Belə. Zabitçi, çox sağ ol, əziyyət çəksən. Çox sağ olun. Halal xoş. İşləyirdik, işləyirdik, müəllim. Deməli, müdür ha vaxt gəlirdi, gecə bir proqram əvəz vardı, onun çay olurdu, bir də mən. Termoda çay saxlayırdıq ikimiz də. Ha vaxt gəlirdi, bala çayım var, hə. Axırda belədi, bu obyektdə biri 50, biri 50. Özünə qulluğundan olmaz bu ikisinin. İndi Zabilin elə qulluq eləməyi, hər bir şey gətirməyə gəldi. Həmişə belədir. O kişi de bunun aşıqıdır. Ben de olmamızda bizdir. Ağlar gəlmişdi sizin Onun binəcək. birin o şurabanı bizə təhvil edir. Soğanınız adamızın qoyğura. Bunu verin, bu bir şey. Elə bir soğanınız da dolan. Cəbəri. Həmən dəxti, cəbəri. Zorluğun birini az çək. Basıb bizi işlədir. Bəsdir. Nə var burada, onu? Bizim cəmimiz ağalar qədər işləməmiş. Benim qarqar bireyimiz oldu. Yox. Dəstəyəcəkdir. Sədə yəni grecer məsələsindən ama Həkirəm, çox sağ ol, Allah Sağ ol, canını var ol. sağ eləsin. Hafız müəllim də texnikanı yollayır, traktorlar gəlir. Allah Hafız müəllimin ölənlərinə rəhmət eləsin, canını sağ eləsin. Mən öz adımla, Noruzlu Birliyi adından Hafız müəllimə can sağlığı arz edirəm. Amin. O kişini bizim üstümüzdən əksik eləməsin. Amin. Noruzlu kəndinin qənimətidir. Öpürəm səni. Sağ ol.